tapındaçı. 97-yə. Hə, buradan D-ni neçə tapmışdıq? D-ni 4 tapmışdıq. 20-ni 5-ə bölüb D-ni 4 tapmışdıq. A1-i tapırdıq. D 4 idi. A1-in də hansı düsturla tapacağıq? A9-un düsturla. A9-a nə demişdik? A1 üstə gəl 8D bərabərdir nəyə? 37 demişdik. Aparıb burada yerinə qoyacaq. A1-i tapıb A1 də 3 gəlsin üstə 32-yə. gəl 8 dəfə 4-ün 32 bərabərdir nəyə? Bərabər 37-yə. A1-də A1 də 32-nin üstünə nə gələndə 37 edir? 5. 5. Deməli, A1 nəyə bərabərdir? 5-ə bərabərdir. Deyin görüm sualınızı. 101. Müəlliməm 101 var. Müəllimə çıxa bilərəm. Ben onsuz rekordları da götürürüm. Rekordları da tutacağım. Sabah da Dərsim onlarla var. dersiniz var. Səhərə də qoşulasınız. 101. Sabah 2-də mən Onu qrupda yazaram müəyyənləşdirərək də. İndi rekordunda vaxtından gedir deyə şey eləməyək. Qrupda müzakirə edərik. sağ olun. Sağ ol. 100, 101 eyni tip suallarda baxın. Eyni şeydir. Gəl birini izah edeyim, o birisi sizdə olsun. 100-ə baxın. Birinciyə baxaq. Ayın üstə gəlinsin bu formada bir düstur ilə verilmiş ədədi silsiləsində A5, A7 cəmi bərabərdir 51 minus A2-yə. Üstə gəldə cəmini tapın. Bircə saniyə. Buradan neylə apara bilərəm rahat. Bu tərəfdən bir şey eləmək olar əslində. Buradan bir əvəz edici bir şey deyərəm. Deyənəm ki, bura bax. Bir dənə. Beynimdə qurum bunu. K-larla əvəz eləsəm, burada ayının qiyməti verilib bax mənə. Buradan apar, K-lardan bir düsturu tap. Bu boşuna verilməyib sənə. A5-i də qoy yerinə, A7-də. Yəni, n-in yerinə bir dəfə 5 yaz, bir ifadə al. Sonra n-in yerinə bir dəfə də 7 yaz, bir dənə ifadə al. Bunları cəmlə bərabər ilə verilənə. Oradan bir şey çıxardarıq biz. Yəni, indi n-in yerinə 5 yaz. Bir dəfə bura 5 yaz, n-lərin yerinə. Bir K-dan asılı bir ifadə tap. 5 yazanda olur 3, üstə gəlinsin. Bu A5'in bunu əvvəlinə yazdım A5, sonra siz almayasınız. Bu A5'in ifadəsidir. A5 axtarın hal-hazırda. N yerinə 5 yazaraq 3 üstə gəlinsin. K minus 2 vurulsun necə? N'imiz neçədir? 5. Vurulsun 5-ə. İndi bunu da vurub atsan 5'i 3 üstə gəlinsin. 5K çıxılsın 5. 5K çıxılsın 5 dəfə 2 10. Bərabərdir. 5K olduğu kimi qalır. 3-dən 10 çıxanda neçə qalır? Mənfi 7. Demək A5-in qiyməti neçə olacaq? 5K minus 7 kimi. Bu formada tapdıq. İndi A7-ni tap. N-in yerinə 7 yazarıq. Bərabərdir 3. Üstə gəlinsin. K minus 2 vurulsun neçə? 7 7. bərabərdir. 3 olduğu kimi qalır. Üstə gəlinsin. K7. 7-yə vuranda 7K çıxılsın 14. Bu da bərabərdir. 7K 3-dən 14 çıxanda neçə qalır? Mənfi 11. 7K çıxılsın 11. Bu formada da bunu aldıq. Bura qədər qaranlıq bir şey qalmadı ki. Hər ikisinin qiymətini tapdıq. 5K minus 7, 7K minus 11 kimi. İndi sənə deyir ki, bunları cəmlə bərabər ilə A2. Bir A2-ni də tapaq da, düzdürmü? Burada A2-ni boş-boş saxlamayaq. Buradan da K-dan asılı bir ifadə tapaq. A2 bərabərdir. Bu dəfə də n-lərin yerinə 2 qoyarsan. 3 üstə gəl. K minus 2 vurulsun 2 formasında. Bərabərdir. 3 üstə gəlinsin. K minus 2. Buranda açanda edir 2K çıxılsın 4. Bərabərdir. 2K olduğu kimi qalır. 3-dən də 4 çıxanda necə qalır? Mənfi 1. Mənfi 1. Burada elədi 2K minus 1. İndi aparıb yerlərinə qoyarıq. Birinci A5-in qiymətini yaz. 5K minus 7. Üstə gəlinsin. Deyir axı topla. A7-nin qiymətini yaz. 7K minus 11 bərabərdir. 51 çıxılsın A2-nin qiyməti. A2 nədir? 2K minus 1. Çıxılsın 2K. Artıq bu qarşıdakı mənfi bu üstə gəlinsin 1 eləyəcək. Bunu diqqət yetirin. K-ları bir tərəfə, ədədləri bir tərəfə yığ. 5K, 7K burada. Toplayanda edir 12K. Mənfi 2K da bu tərəfə müsbətlə gəlir. 12K-nın üstünə 2K edir 14K. Bərabərdir. 51-in üstünə 1 gələndə edir 52. Bu tərəfim 52-dir. Mənfi 7 bu tərəfə toplama ilə gəlir. 52-nin üstünə 7 gələndə 59. Mənfi 11 də bu tərəfə toplama ilə gəlir. 59-un üstünə 11 gələndə 70. Tapdıq 70.
14K Hı. bərabərdir 70. K nəyə bərabərdir? 70-i 14-ə bölürsən, eləyir 5. K-nın qiymətini 5 tapdın. Səndən nə istəyir bu? K minus D-ni istəyir. K-nın qiymətini tapmısan. Qalıb D-ni tap bax. D-ni necə tapırsan? Bir bunları tapsan silsilə fərqini rahat taparsan. Gəl tutaq ki, bir dənə A5-i tap. A5-in düsturu nə idi? 5K minus 7. A5-i Hı. tapan zaman K-nın qiyməti var. Aparıb yerinə qoysan. 5 dəfə 5 18. 5, 25-dən 7 çıxanda neçə qalır? 18. Daha sonra 18. A7-ni tap. A7 bərabərdir. Yəni K-nın qiyməti 5-dir. 7 dəfə 5-in 35, 35-dən də 11 çıxanda qalır 24. D nəyə bərabərdir? Bayaq elədiyimiz düsturla. A5 çıxılsın A7. Böyükdən kiçik çıxır. A7 çıxılsın A. Çıxılsın A5. Mən 7 çıxır. aşağıda yazır. Asal aşağıda da 7 çıxılsın 5. Bu da bərabərdir. A7-dən A5 çıxanda 24-dən 18 çıxanda qalır 6. 7-dən də 5 çıxanda 2. 6-nı da 3. 2 böləndə 3. 3 D-nin edir. qiymətini tapdın 3. Sədr K üstə gəl D-ni tap. K O da 5 8 eləyir, hə? 5-dən 3-ü toplayanda 8 neçə edir? 8. 8. Aydın oldu. Bəli. Aynen. Deyin görüm. Daha yoxdur məndə. Burada neçədən nasıl oldu? Bu 131-dən nə var? Biraz tez-tez deyin. Bir də görəsiniz o biri qrup hayla Q ilə girdik sarı. Özdə yəni qrup deyil. Valla sizdən də keçkəndə gəlib görürəm ki, evdə işinə qalmayıb. Hamısını basıb yeyiblər. Ona görə biraz tez olun. Müəllimə 107. Hə, 107 var. 107. Baxaq 107-yə. Yeddidə bizə nədir? Zaten sual aslında. Müəllim uzun aparmayaq bunu, qısa ilə aparaq. Bunu necə deyərəm sizə? A kvadratı minus B kvadratıdır. Bir dəfə çıxmasın, bir dəfə toplamasın yazarsan bu sözsüz. Yazarsan ki A5 çıxılsın A1. Prosta onları almaq biraz məsələ olacaq. Bildim nə deyəcəm deyəm. A5 çıxılsın A1 üstə gəl. Vurulsun A5 üstə gəl A1. Düzdürmü? A minus B A plus B Hə. bərabərdir 336-ya. İndi A3, bax A3. A1 ilə A5-in tən ortasındadır. Düzdürmü? A1-dən 2 Bəli. qədər böyük, A5-dən 2 qədər kiçikdir. Bunu sənə açar kimi verib. İndi sən A3-ün yerinə ya da belə düşün də. A5 üstə gəl A1-in yerinə 2A3 yaza bilərsən. Bəli. Bəli. Tam ortadadır. Bəli yazın. 2A3 nəyə bərabərdir? 14 vurulsun 2, yəni 28. 14. Ya 14 2A3 yazırsam, orasına diqqət yetir. A5 çıxılsın A1. Artıq burada 2A3 deyə A3-ün qiyməti 14-dür. 2-yə vuran deyilir 28. Heç buramı 28-i bura yazmıram. Elə ki vurmuşam kimi düşünün. Bərabərdir. 336-nı burada 28 dayananda 28-ə bölməliyəm də. 336-nı 28-ə böləndə neçə edir? 12. 12. A5 minus A1 bərabərdir 12. Buradan sən D-ni taparsan, bax, hazır verilən bir şeydir. Çıxma olanda D-ni tap. D bərabərdir. Sürətdə yazarsan A5 çıxılsın A1, yəni 12. Məxrəcə də yazarsan 5 minus 1, yəni 4. 4. 4-ə O da eləyir 3. 3. İndi aparıb rahat burada yerinə A1-i taparsan. D varındır. A1-in düsturu nəyə bərabərdir? A1 bərabərdir. A3 var da. A3-dən asılı bir düstur ala bilərsən. A3 çıxılsın 2D. Bu da bərabərdir. A3-ün qiyməti 14. 2-dir. Yəni 2 vurulsun 3 edir 6. 14-dən də 6 çıxanda neçə edir? 8. 8. Biz nə yaman 8 daralıq belə? Deyin görüm sualınızı. Qaranlıq bir şey qalmadı ki burada. Heyməm yox qalmadı. Əla. Deyin Xeyr. sual. 115 var mı? Qırx bir, 37, 33 ədədi silsiləsinin bütün hədlərinin cəmini tap. Bütün hədd dediyin bircə saniyə. Azalana qədər görüm Ayını hara qədər tapılır. gedir. Bir dənə bax, belə eləyə bilərik burada. Bütün hədd deyirsə, sən eni tapmalısan. Görün burada neçə dənədir. Azalım 4 gedir. Saya da bilərsən. 41, 37, 33, 33-dən 4 çıxanda neçə qalır? 29. 4 çıxanda 25, 25. 21, 17, 13, 13-dən 4 çıxanda 9, 9-dan 4 çıxanda 5, 5-dən də 4 çıxanda 1. Artıq oradan o tərəfə gedəmirsən. 11 dənə ədəd Hə. var bura.
Ümumi səndən nə istəyir? S11 istəyir. Düsturla gedib tabii bax 4 azala gedir. Artıq 1-dən 4 çıxarmısan, deyə orada dayanmalısan. Ümumi 11 dənə ədəd saydın. Deməli, n-in 11-dir. Burada 11 dənə ədəd var. Səndən həmin o 11 ədədini, yəni cəmini istəyir, yəni S11-i. Düstur nəyə bərabərdir? 2A1 üstə gəlinsin 10D, yəni n-1D bölünsün 2 vurulsun Burası onu. 11. da bərabər. 11'e ya. Kəsir xətti çəkilir. A1-in qiyməti nədir? Birinci yerdə duranda 41. 2-ni 41-ə vuranda eləyəcək 82. 10D. Bax, 4 azala gedib. 37-dən kiçik, həmişə ikincidən birincini çıxar. 37-dən 41 çıxanda nə qədər qalır? -4. 4. Onu da -4-ə vuranda edir 40. -40. Artıq bu toplama -40-a görə çıxılsın olur. Çıxılsın 40, bölünsün 2, vurulsun 11. Burası onu. 82-dən 40-ı çıxanda qalır yuxarıda 42. Bölünsün 2, vurulsun 11. 42 ilə 2-ni ixtisar aparsın. Burada qalır 21. 21 də 11-ə bölünür neçə eləyir? 231. Cavabın olur 231. Aydın oldu. Benim aydın. Burada düsturdan da gedə bilərsən. A1-in var, A2 var. D-ni taparsan -4. A-nın düsturu ilə gedərsən. A1 üstə gəl N-1 vurulsun D düsturu. Böyükdür 0 eləyərsən, çünki sənə müsbət deyir. Oradan n-i taparsan ki, n 11,4-dən kiçikdir. 11,4-dən kiçiksə 11-i keçib də artıq. Deməli, tam ədədin nədir? 11. Oradan da götürə bilərsən rahat. Ya da deyərsən ki, 41, 37, 33, 4 azala gedir. Say gör neçə dənə ədəd var? 11 dənə. Rahatçılıqla elə 11 dənəni qoy yerinə get də. Məncə bu daha rahatdır. Çünki ədəd sayı az verib sənə. Deyin sualınızı. Ama kutularda da yoktu. 119 var məndə. Ayəm, ben deməmişdim qutaraq. Mən gördüm ki, qalıb bir dənə. Tapdı çıxartıyorsan, tapdı çıxartdı yəni bir dənəsi sırası. Ben de taktım çıkarttım. Ben de 119 var imiş. Fidan da özümsən niyə qarantıya alır? Deyəcəkdim ki, Fidan sualı izah elə. Deyirdin sualım yoxdur. Vallahi ay ben indi görürüm Bu vallahi. ilə Ben söz var ya, qara məni Qorxan baxsın, deyiləm. qoy qaranı mən baxsam. Dedi, qoy müəllim mən deyildim. Ben müəllimi qabaqlayım. ben vallahi ben korkan kız değilim. Ben özür ki diyelim ama gördüm ki kaldı. Neyim yazıklar. Yazıq canım. Tek S8 üstə gəl S11 bərabərdir 300. Zamanlardan 11'i gelir diye kanım qaralır. Ona mən dəyməyim də. Nə gəlir? 11'i mən kanım 11'i kardeşimin rəhmət getdiyi ildir. Kardeşimin rəhmət getdiyi gündür. Allah rəhmət O da eləsin. gəlir. Ona görə kanım qaradı. Mən dəyməyim. Allah rəhmət eləsin. Bax, Allahım. S8 üstə gəl S11 bərabərdir 320-yə. A6-nı verib 20, A3-ü tapın. A3. Ay, necə taparam? Neyniyərəm? Bax, bir yaxdan bu qədər sual həll edirik. Məncə çıxarda bilərsən bu sualı. Mən S10-la, yox, Ayən, S9-la, S8-ləri aç. S8-ləri aç. S8 nəyə bərabər? S8, 2A1 üstə 2A1 gəlsin. üstə 7D gəlsin. bölünsün Vurulsun 2, vurulsun 18. 18. 18 yox, üzrsə 8. 28, S8-dən gedir söhbət. Vurulsun Hə, 8. 8. Üstə gəl, S11 aç. 2A1 2A1 üstə gəl. 11-də 10D çıxarsan 10D bölünsün bölünsün 2, 2. vurulsun 11. Bərabər nəyə? 320-yə. Buradan çox şey ala bilərik. Buranı rahat sadələşdirib İxtisarlar. çıxardır ifadəni. Bu 2 ilə bu 2 gedər. 8 gedər. Burada qalar 4. Buranı taparsan 4. 4-ü bura vurarsan. 2A1 tərəfə vur. Sürətlə vur 4-ü. 4-ü 2A1-ə vuranda eləyir 8A1. Üstə gəlinsin. 7 D-ni 4-ə vuranda eləyir 28D. Üstə gəlinsin. Burada ixtisarlıq bir şeyin. İxtisarı sən necə apararsan burada? Bircə saniyə. Belə bir şey eləmək olar. Heç bunu açmayayım. Bircə dəqiqə. Açmaram. Mən 2 ilə Buranı belə sürətli aparmaram. 2 edə Aparmaram. bilməz. Yo, yo. Buranı belə yazmaram. Bunun yerinə bilsən nə yazaram? A1 üstə gəl A11. Ay sağ ol. Çünki mənə A6 verir burada. A1 üstə gəl A1 yazaram. A6 tam bunların ortasındadır. Birindən 5 qədər böyük, birindən 5 qədər kiçikdir. Bunun yerinə burama 2A6 yazaram mı? 2A6 da nəyə bərabərdir? 20 vurulsun 2, 40-a bərabərdir. Birbaşa yazaram 40. 40-ı da 2-yə böləndə 20. 20. 20-ni də 11-ə vuranda neçə eləyir? 220. Bərabərdir 320. Bərabərdir 320. Bu formada yazdım. 220 bu tərəfə çıxma ilə gəlir. 100.
8A1 üstə gəlmişsin 28-dir. 28-dir. Bərabər nə? 320-dən 220 çıxanda qalır 100. 100. Buranı tapdıq. Bir buranı saxlayaq. Buranı 4-ə böl sadələşdir. Belə saxlamaq. Səliqəsiz saxlamayaq. 4-ə bölüb sadələşdirək. 2A1. 2A1 üstə gəlinsin. 7D 7D. bərabərdir. Buranı da 4-ə bölsəm 100-ü 4-ə bölündə 25. Bax, 25. burada dayanarım. Bunu dayandıq. Sonra bildim haradan gedəcək. 2A1 üstə gəl 7D bərabərdir 25. Bunu yazdıq. Sistemlə gedəcəm yenə. 6-nın yerinə nə yazacağam? A1 üstə gəlinsin 5-dir. Bərabərdir nəyə? 20. 20. Bu verilən bir şeydən dəfələrlə istifadə edə bilirsən. Bu şey rahatdır silsilənin. Aşağını 2-yə vuraram ki, bərabərləşdirim, çıxanda yox olsun. Buranı 2-yə vuranda qalacaq 5, 2-yə 11. vuranda 10, buranı da vuranda edir 40. 40. Aşağıdan yuxarıdakını çıx ki, müsbət aparsın, böyükdən kiçiyi. 2A1-lər getdi. 10D-dən 7D çıxanda nə qalır? 3D. 3'te. Bərabərdir. 40-dan 25 çıxanda 15. 15. D nəyə bərabərdir? 15-i 3-ə bölsən 5. Sənin A3 Beşə. istəyir. A3 nəyə bərabərdir? 6 ilə taparsan deyil, A1 tapmağa ehtiyac yox. Deyərsən A6 çıxılsın neçədir? 3D. 3'te. Buradan da bərabərdir. 6-nın qiyməti verib sənə 20. 20 3 çıxılsın də 3 15. dəfə 5-in 15 edir. 15. O da bərabərdir Beş. nə? 5-ə. 5'e. Artıq getdi bu qədər. Deyin sualınızı. Deyin görüm uşaqlar sizi gözləyirəm. Yoxsa tapşırığınızı deyim, günümüzü təyin edək, əlavəmizi keçmədiyim. Məndə yoxdur mənim. Məndə də yoxdur. Həndəsə silsilə gəlir buradan sonra. Həndəsə silsiləni yazmısınız? Ədəd həndəsizlər, məsələ də var hələ. Azdır sual heç olmasa burada 44, Mən onların hamısını qurtarmışam. burada heç olmasa sual azdır. 57 dənə sual. Bu biri bölmədə görün nə qədərdir. 57 heç burada 70 da azdır. dənə. Bu biri bölmə çox idi. 130 dənə sual idi. Burada azdır. 81 birindədir. 57 birində. Leksin toplayanda bayaq ki bölməmiz qədər eləyir. Səhərə bir dənə dərs təyin eləyək qəşəng. Əlavə dərs. Qrupda yazdım. Əgər uyğun olarsa bu axşam da keçə bilərik. Bu axşama da dərsim azdır. Bir dənə o biraz Mən bu axşama siz alasanız, Mənim mən 6 doluyam. dərsim var. 8-də çıxacaq.